Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim cuma xəstəliyi haqqında danışıb məlumat vermək. Cuma xəstəliyinin müalicəsi varmı? O düşdüsə nə etmək lazımdır? O haqqında danışıb məlumat vermək istərdim. İlk öncə mövzumuza keçməmişdən öncə hər dəfə olduğu kimi hər kəsdən xahiş edərdim ki, kanalımıza abunə olun. Videolarımıza da artıq dərəcədə xahiş edərdim like qoyun. Belə, indi keçən əziz izləyicilər mövzumuza. Deməli, cuma xəstəliyinin müalicəsi varmı? Cuma xəstəliyi ümumiyyətlə çox belə deyəlim pis xəstəlikdir. Yəni o düşdü, kökünü qırır. Yəni kökünü kəsir. Cuma xəstəliyinin iki növü var. Yəni biri var ki, əgər siz onlara H vaksini vurursunuzsa, onlara xəstəlik belə deyim, düşməyəcəkdir elə. Yox, vurmuyubsuzsa onlara xəstəlik düşəcəkdir. Bəs sizin əgər 100 dənə zat belə tövüğünüz varsa, onlardan hardasa bir 70-80-i gedəcək, 20-si zat belə qalacaqdır. Təbii ki, əgər hansınısa da immuniteti güclüdür və yaxud hansınasa belə deyək də sağlamdırsa, yaxşıdırsa, onlar qalacaqdır. Həmçinin əgər siz belə deyim H vaksinini vurmuyubsuzsa, o xəstəlik düşübdürsə, həmən düşən moment onu vurursunuzsa, yenə deyirəm 100 dənədən bir 30-u, 40-ı, nə bilim 20-si qala bilər. Onun bir növüdür. Cumanın. O da yəni cuma xəstəliyinə bənzəyir. Nəczi yaşıl olur və yaxud sarı olur, baş qaralma, düzdür. Onda baş şişmir, ancaq qaralma olur. Xırıltı olur filan beşməkan. Ancaq ki, yəni o yüngül şeydir də, yəni iynə vurulanda onun belə deyim 40%-i 30%-i qalır. Yəni 100%-dən 40-30%-i qalır. Ancaq iynə vurulmayanda onda xəstəlik düşür və bütün cücəni qırır. Siz yenə də dərman zad eləyirsiniz, oksitetraskilin iynəsi vurursunuz və yaxud nə bilim sularına oksitetraskilin qatsı, trimerazin, bravaspitol və s. də, yəni vitaminlər zat qatıb verirsiniz. Onda onun hardasa 20-30%-ni saxlamaq olar. Yəni o yüngül cuma növünün müalicəsi var. Ancaq bəzi cuma xəstəliyi var ki, yəni o düşdü, çox güclü olur da. Yəni siz onlara nə iynələr vursanız da, yəni hətta iynəsi belə vurulanda çox vaxtı da düşür. Yəni çox vaxtı deyəndə deyəcəklər ki, bətə nə xeyli oldu o iynənin vurulmağının. Yəni bu köçəri quşlar belə deyək də köçəndə eləyəndə ola bilsin lələyindən, nədzindən göydən gəlir düşür və yaxud hansısa qonşuda xəstəlik varsa, həmən yerdən sol tərəfdən gələ bilər, havadan gələ bilər, nə bilim pişik gedib orada nədzi əxləyib, sizin həyata gətirib sala bilər. Yəni bu tez belə deyək də güclü keçən bir xəstəlikdir və güclü də keçdiyindən bütün tövüğün kökünü kəsir. Hətta əgər elə güclü olanda qaza, ördəyə belə təsir edir. Ancaq o şey var, nədir, net, xlor. Onu elə bil ki, mağazinlərdə satırlar. Onu alıb tövüqların düzdür, xeyri olmayacaqdır tövüğa verməkdə. Çünki tövüqdur, hündüşqadır, hətta lal ördəkdir, kökünü kəsir. Ancaq lal ördəklərdir, çünki ördək olduğundan, yəni mənim başıma bir dəfə gəlib. Qazdır, ondan sonra belə deyək, səsli ördəkdir. Onların suyuna qatıb verirsiniz. O bütün o cuma xəstəliyini ördəkdən, qazdan sağaldır. Yəni lal ördəkdən zatdan sağaldır içini. O xlor onun bütün gedib o orqanizmasını, pöt-pötsün zadı təmizləyir o xəstəliklərdən belə deyim
sağaldır. Yəni bu faktı mənim başıma gəlibdi, mən eləmişəm və nəticəsində görmüşəm ki, net cuma xəstəliyini ördəkdən, qazdan yəni müalicə eləyir. Mənim özümün ördəyə düşmüşdü, toyuqlarımı qırıldı, yəni kəsdik elədik. Ancaq bir vaxt ancaq ördəklərimə yəni düşmüşdü, ölürdü. Mən sularına qatdım, şey verdim, xlor da net. Ondan sonra sağaldılar. Ancaq toyuğa belə deyərdim də, onun müalicəsi yoxdur. Əgər toyuq saxlayırsınızsa 50 dənə, 60 dənə, 100 dənə və o cuma xəstəliyi düşdü, onun yanı pis növdə. Onda belə toyuğun başı şişir, qaralır, hətta burnundan biraz belə qan da gələ bilər. Kəsəndə görürsünüz ki, bütün əti qırmızıdır da, yəni bütün hamısında da olmasa, amma bəzilərində olur da qırmızı. Nəcizi yaşıl olur, xırıltı olur, ondan sonra bədənində istilik olur. Yəni bax belə olur. Oju cuma xəstəliyidir və tez də keçir və qırır. Ona görə əgər o xəstəlik düşdüsə, heç bir baytaraz da getmək lazım deyil. Elə hamısını kəsin, xalanika doldurun və yavaş-yavaş yiyin. Düzdür, onun elə ziyanı yoxdur. Yəni insan üçün təhlükə yaratmır o xəstəlik. Yəni ətini yemək olar. Ancaq müalicəsi yoxdur. O xəstəlik oldusa, inandırım sizə kökünü kəsəcəkdir. Ördəyi qazı sağaltmaq olar və yaxud dediyim kimi sularına net qatıb, ancaq toyuğun kökünü kəsəcəkdir. İndi bəzilərinin başına gəlib, eləyibdir, misal üçün 200 dənə, 300 dənə toyuğu olubdur, o xəstəlikdən düşübdür, qırılıbdır. Yəni o xəstəlik düşdü, bu heç bir baytar əgər deyir ki, onu müalicə edəcəksə, qələt edir. Yəni belə deyək də, sizə alladıb, pulunuzu alır. Ona görə o xəstəlik düşdüsə, toyuqları kəsin. Əgər belə deyərdim, tanış restoran zat varsa, onlara verə bilərsiniz. Düzdür, yenə deyirəm, insan üçün o təhlükəli deyil. Yəni özümüz də yeyirik, bizdə də olubdu, o xəstəlik düşübdür kimi ki, yəni heç bir ziyanı yoxdur, yəni xəstəlik yaratmır. Kəsib yeyə bilərsiniz və yaxud xalaniklərə doldura bilərsiniz, ancaq onun yenə deyirəm müalicəsi yoxdur. Yəni özünüzü yormayın, iynəyə, dərmana pul verin. Sadəcə köçəri quşlar keçəndə qapalı yerdə saxlayın. Qapalı deyəndə yəni setkalı yer olsun ki, üstü şiferli, ora nəcizi zadı düşməsin ki, xəstələnməsinlər və iynələrini vurun. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılırım.